Bənd. Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi yaxın illərdə 450 mindən çox yeni iş yerinin açılmasını dəstəkləyə bilər. Parlamentə keçirilən Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri mövzusunda ictimai dinləmədə bildirilib ki, postmünaqişə dövründə turizm sektoru hər il 25% böyüyüb. Hazırda turizm sektorunda 80 minə yaxın insan çalışsa da bu rəqəmin dəfələrlə artması perspektivi var. Qeyd edilib ki, turizm sektoru inkişaf etdikcə dövlətin gəlirləri və məşğulluq artır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir. Vurğulanıb ki, hazırda Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox azdır. Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 800-ə yaxındır. Paytaxt Bakı ilə yanaşı Qəbələ, Şəki, Quba və Naftalan həm daxili, həm də xarici turistlər üçün cəlb edici istiqamətlərdir. Nəticədə 2025-ci ildə turizm sektorunun iqtisadiyyatda payı tarixdə ilk dəfə 5,3%-ə yüksəlib. Sürətli böyümə dinamikası bu sahə üzrə yeni iş yerlərinin yaradılması meyillərini dəstəkləyir. Postpandemiya dövründə turistlərin yerləşdirilməsi və ictimai yaşa fəaliyyəti sahəsində 58 min yeni muzlu iş yeri yaradılıb ki, bunun da 21 mini 2025-ci ilin payına düşür.